Hər birinizi salamlayıram. Bu günlərim biz sizinlə Azərbaycan 1-ci Dünya müharibəsi illərində mövzusundan danışacağıq. Ümumiyyətcə biz bilirik ki, 1-ci Dünya müharibəsi 1914-cü ildə başlayır. İki dənə hərbi blok arasında Antantadır və Üçlər İttifaqıdır. Birlikdə biz Rusiyanın müstəmləkəsi idik. Həmin vaxt Rusiyada Antanta hərbi blokundaydı. Orada eyni zamanda Böyük Britaniyadır, Fransadır, Rusiyadır. Bir də digər tərəfdə də Üçlər İttifaqı var idi ki, indi sonradan İtaliya oradan çıxır, əvəzinə Bolqarıstan, Osmanlı daxil olur, Dördlər İttifaqı yaranır. İndi həmin vaxtı Azərbaycan o müharibə eləyənlərin arasında xüsusi yer tuturdu. Niyə? Çünki əsas Bakı nefti məsələsi var idi ki, biz mühərriklər müharibəsindən danışırıqsa, neftin əhəmiyyətindən də danışmalıyıq. Burada qeyd eləmişik ki, 1-ci Dünya müharibəsində Şimali Azərbaycan böyük dövlətlərin işğalçılıq planlarında. Məsələn, biz deyə bilərik Antantaya daxil olan Böyük Britaniyadır, eyni zamanda Fransanın planlarıdır ki, ilk vaxtlar elə də çox diqqət eləmirdilər. Çünki biz bir dövlət deyil idik də, həmin vaxt Rusiyanın bir ərazi vahidi idik. Lakin sonradan deyirik nə baş verir? Çevriliş baş verir 1917-ci ildə. Həmin vaxtı baxırlar ki, bu Rusiyanın bu yanacaq olan ehtiyatının 83%-ni Bakı verir. Ona görə də istəmirdilər ki, Böyük Britaniya olsun, Fransa olsun, onların düşmənlərinin əlinə keçsin Bakı. Eyni zamanda Almaniyanın da bizlə bağlı planları var idi. Məsələn, nə istəyirdilər? Onlar istəyirdilər ki, Bakı neftini ələ keçirsinlər. Ona görə də hətta gürcülərlə də münasibətlərini düzəltmişdilər ki, lazım olan vaxtda güya çarizm əleyhinə güclü üsyanlar qalxacaq Gürcüstanda, bizdə və yaxud da digər müstəmləkəçilik olan ərazilərdə. Bəs yaxşı, Osmanlının planları nə idi? Osmanlı planları turançılıq idi. Məqsədi o idi ki, bu ərazilərdir, Mərkəzi Asiyadır, Rusiyanın o tərkibində olan türk dövlətlərini öz ətrafında birləşdirsin. Yəni onun çalışdığı o idi. Hətta deyirik müəyyən işlərdə görmüşdük ki, çünki biz nə dedik turançılıq məsələsinə dedik ki, 20-ci əsrin əvvəllərində yaranmışdı. Azərbaycan tatar ziyalılar tərəfindən yaradılmışdı. Hətta gənc türklər Osmanlıda hakimiyyətə gələndən sonra Osmanlı dövlətində də geniş yayılmışdı həmin o turançılıq ideyası ki, bugünkü gündə o mövcuddur. Yaxşı, burada qeyd eləmişik ki, Azərbaycanlıların müharibəyə münasibət. İlk vaxtlar biz kimin tərkibində idik? Rusiyanın tərkibində idik. Ona görə istəyirdik ki, nə olsun? Rusiya qələbə çalsın. Hətta belə bir fikir var idi ki, 4-cü Dövlət Dumasında o müsəlman deputatlar nə demişdi? Demişdi, müsəlmanlar Rusiyanın şərəfidir, bütövlüyüdür, bunun naminə mübarizə aparacaqlar sona qədər. Amma sonradan Osmanlı deyirik müharibəyə qoşulur, ondan sonra biraz problem yaranır da. Biz də türk, Osmanlı da türk. Biz də müsəlman, Osmanlı da müsəlman. Amma rusların milliyyəti də fərqli, dini də fərqli. Ona görə də artıq çaxnaşma yaranır. Bir qrup yenidən Rusiyanın tərəfində olur, bir qrup yenidən keçir Osmanlının tərəfinə. Eyni zamanda burada biz qeyd etmişik ki, Azərbaycanlıların müharibədə iştirakı, ümumiyyətcə ondan danışmamışdan əvvəl deyə bilərik ki, bizim milli hərəkatımıza güclü təsir göstərmişdi müharibənin baş verməsi. Hətta dedik ki, bu Osmanlının müharibəyə qoşulmasıdır, türkçülük, İslamçılıq ideyalarının yayılması müstəmləkəçilik əleyhinə bizim mübarizəmizi daha da gücləndirmişdi. İndi qeyd elədiyimiz kimi Azərbaycanlıların müharibədə iştirakından danışmamışdan əvvəl deyirik ki, 1874-cü ildə Rusiya hərbi qanun qəbul eləyir. Deyir ki, ancaq nədir? Slavyanlar döyüşəcək. Amma sonradan fikirləşir ki, elə qoy, bunlar getmir, bunlardan hərbi vergi alım. 1887-ci ildə biz keçdik də bu çağırış yaşına çatmış gənclərin üzərinə hərbi vergi qoyulur ki, vergi ödəyin, əvəzində hərbidə iştirak eləməyin. Necə ki, biz dedik, mükəlləfiyyət əvəzində, mükəlləfiyyətə getməyin, pul verin. Onun kimi də deyirdi ki, hərbiyə getməyin, əvəzində pul verin. Bu hamıya aid idimi? Yox. Hamıya aid olsa bəs Əlağa Şıxlinski, Səməd bəy Mehmandarov bunlar hara gedirdi? Bu sırf da o kasıb-küsuba aid idi. Məsələn, ali müsəlman təbəqəsi var idi. Ali müsəlman sirki, bəylərin, ağaların, övladlarının, onların nəslindən gələnlər. Onlar aparılırdı.
Məsələn, əsgərlik aparılırdı, zabit kimi qala bilərdilər, amma yerdə qalanları güvənmirdilər. İstəmirdilər ki, onlar silah işlətməyə bacarsın, döyüş təcrübəsi olsun. Deyirdi, silahı verərəm buna, səhərsi gün müharibə bitəndən sonra həmin silahı bizə çevirərlər. Yəni güvənmədikləri üçün biz istəmirdilər ki, müharibəyə cəlb eləsinlər. Yəni əhalidən gedir söhbət ha. Ali müsəlman təbəqəsindən getmir. Zaten ali müsəlman təbəqəsi bunlarındır da. Amma sonradan biz yazmışıq bura Tatar süvari alay, bəli. 1914-cü ilin avqustunda Çar II Nikolay fərman verir ki, nədir? Könüllərdən təşkil olunmuş Qafqaz yerli süvari diviziyası, yəni vəhşi diviziya yaradılır. Onun fərmanına əsasən. Hətta biz buna deyirik ki, Tatar süvari alayı adlandırılırdı ki, yəni Azərbaycanlılardan ibarət olan hissəsi Tatar süvari alayı idi. Tatar süvari alayı haqqında biz nə deyə bilərik? Məsələn, deyə bilərik ki, əsasən Borçalı qəzasından, Yelizavetpol quberniyasından olan könüllülər əsasında təşkil olunmuşdu. Yaradılmasında da Fərrux bəy Vəzirov xüsusi rol oynamışdı. Amma digər hərbi hissələrdən fərqli olaraq bu Tatar süvari alayında atdığı, nə bilim, onun üzərinə qoyulan yəhərdir, silahlardır, ləvazimatlardır. Bunlar əhalinin özü hesabına təmin olunmalı idi ki, məsələn, biz Hacı Zeynalabdin Tağıyev deyərik ki, orada mühüm rol oynamışdı həmin o ləvazimatların hazırlanmasında. Hətta deyirik, döyüşə getməzdən əvvəl Azərbaycan dilində antlı öhdəlik belə, yəni and içirlər ki, biz fəralilik eləməyəcəyik və hətta deyirik ki, elə bu alayda fəralilik halı qeydiyyata alınmamışdı. Məsələn, 1916-cı ildə deyirik ki, Brusilov hücumu var idi ki, orada iştirak eləmişdi, düşmənin ön xəttini yarmağı bacarmışdı. Lakin 1917-ci ildə Oktiyar çevrilişindən sonra nə baş verir? Deyirik ki, Azərbaycana qayıdır və 1918-ci ilin yanvarında fəaliyyətini tamamilə dayandırdı. Müharibədə, yəni 1-ci Dünya müharibəsində söhbət gedir. Fərqlənən Azərbaycanlılar. Məsələn, Əlağa Şıxlinskidir, Səməd bəy Mehmandarovdur, Hüseyn ağa Naxçıvanskidir. Bunların hər biri haqqında ayrı-ayrı biz danışaq. Məsələn, Əlağa Şıxlinski var idi ki, nə idi? Deyir ki, müharibə ərəfəsində, yəni müharibə başlamamışdan əvvəl Artilleriya zabitləri məktəbinin rəisi idi. Onun Şıxlinski üstbucağı var idi. Yəni də bu vuracağı ərazini dəqiq nişan alma məsələsidir. Hətta deyir, hərbi dəstəklərə salınmışdı. Eyni zamanda artilleriya elminə verdiyi töhfələrə görə Fransanın, Rusiyanın təltiflərinə layiq görülmüşdü. Hətta onu nə adlandırırdılar? Rus artilleriyasının tanrısı adlandırırdılar. Hətta Çar nə demişdi? Paytaxt Petrogradın müdafiəsini Əlağa Şıxlinskiyə tapşırmışdı. Lakin deyirik ki, 1917-ci ilin dekabrında, daha doğrusu 1917-ci ildə bu 2-ci Rus inqilabı baş verəndən sonra istefa verir və 1917-ci ilin dekabrında Müsəlman korpusunu yaradır. Məsələn, danışa bilərik Səməd bəy Mehmandarov haqqındakı. Deyir, o da müharibə başlayanda general leytenant idi. Bunların hamısı görürsünüz qərb cəbhəsində döyüşür. Yəni Almanlarla, Avstriya, Macarıstanla Osmanlıya tərəf gətirilmir. Çünki bilirdilər ki, ola bilər ki, biz onlara silah atmarıq, onlara güzəştə gedərik. Çünki yaxınıq axı bağlarımız var idi bizim Osmanlılarla. Biz də müsəlman, onlar da müsəlman, türkçülük məsələsi və s. Əsasən biz qərb cəbhəsində döyüşürdük. Məsələn, deyir ki, 1914-cü ildə Səməd bəy Mehmandarov 3 gün Polşada qalır, heç bir kömək almasına baxmayaraq, yəni heç yerdən buna kömək gəlmir, amma Alman qvardiya korpusunun hücumlarını dəf etməyi bacarır. Buna da tam artilleriya generalı rütbəsi verilmişdi. Hətta nə deyirik? Deyirik 1915-ci ildə döyüşlərdə yaxşı fərqləndiyinə görə müqəddəs Georgi silahı ilə təltif olunmuşdu Səməd bəy Mehmandarov. Müharibədə yalnız 8 nəfər tərtib olunmuşdu ki, onlardan içərisində Səməd bəy Mehmandarov yeganə müsəlman idi. Bundan başqa Rusiyanın, Böyük Britaniyanın, Fransanın, Rumıniyanın ali hərbi rütbələrinə də layiq görülmüşdü. Bu da Əlağa Şıxlinski kimi bu 2-ci Rus inqilabından sonra istefa vermişdi. Sonra biz danışa bilərik, məsələn, Hüseyn xan Naxçıvanski haqqındakı deyirik ki, neynəmişdi? Məsələn, 1915-ci ildə Visla çayı sahillərində döyüşlərdə Alman qoşunlarını ağır məğlubiyyətə uğratmışdı. Hətta Çarın müsəlman olan yeganə yavəri idi. Həmin bu Hüseyn xan Naxçıvanski. Bundan başqa biz danışa bilərik Fərrux ağa Qayıbov haqqındakı ilk Azərbaycanlı hərbi təyyarəçi olmuşdu. Neynir o?
1916-cı ildə deyirik ki, 4 dənə təyyarə ilə üz-üzə gəlir qeyri-bərabər döyüşdə. O 4 təyyarənin üçünü vurur salır, sonunda da özü həlak olur. Yəni döyüş nəticəsində də bir təyyarə bu olur, 4 təyyarə də Alman təyyarəsi ki, onların üçün vurur, sonuncuda özü də vurulur. Bu da müqəddəs Georgi ordeni ilə təltif edilmişdir. Fərrux ağa Qayıbov. Sonra məsələn var idi İbrahim ağa Vəkilov var idi ki, bu nə işə baxırdı? İlk Azərbaycanlı hərbi topoqraf idi. Yəni bu ordu qərargahlarında xidmət edirdi. Müharibə aparılacaq torpaqların xəritəsini, döyüş xəritəsini hazırlayırdı. Məsələn, bundan başqa biz Mirzə Kazım var idi, Mirəsət var idi. Bunlar Talışxanovlar idi. Səhv eləmirəmsə qardaş olmalıdılar. Bunların da həmin dövrdə Rus ordusunda komandanlıq edirdilər. Bundan başqa yazmışıq ki, müharibənin iqtisadiyyatımıza təsiri ümumiyyətcə Azərbaycanda nə varsa hamısı müharibənin tələblərinə uyğun qurulmuşdu. Yəni hər şey müharibənin tələblərinə uyğun işləyir. Məsələn, iqtisadiyyatımıza bizim müharibə ümumiyyətcə nəyə xeyri var ki, qalib gəlsən də, məğlub olsan da müharibənin heç bir şeyə fərqi, yəni də xeyri yoxdur. Məsələn, biz deyə bilərik ki, məsələn, iqtisadiyyatımızda bir sıra sahələrdə işçi qüvvəsi çatışmırdı. Çünki nə idi? Yığıb aparmışdılar döyüşə də, yarısını arxa cəbhədə döyüşürdü, yarısı da ön cəbhədə döyüşürdü. Yəni ali müsəlman təbəqəsindən söhbət gedir. Eyni zamanda iqtisadiyyatın demək olar ki, böyük hissəsi dövlət inhisarındaydı. Yəni bir növ cəbhənin ehtiyaclarını ödənilməyə həsr olunmuşdu. Sonra yollar bağlanmışdı ki, müharibə ilə əlaqədar olaraq ənənəvi ticarət yolları artıq öz əhəmiyyətini itirmişdi. Ölkəyə xammal gətirilmirdi. Bu da iqtisadiyyatımızı ağır vəziyyətə salırdı. Yaxşı, qeyd eləmiş ki, müharibənin sənayeyə təsiri yenə də sənaye deyir ki, durğunluq dövründən, məsələn, neft sənayesindən danışsaq, durğunluq dövrü idi də bizdə müharibədən əvvəl. Artıq durğunluq böhranla əvəz olunmuşdu. Çünki nə idi məsələ? Çıxarılan neft ancaq gedirdi mühərrik müharibəsinə. Eyni zamanda Gədəbəy mis zavodu var idi ki, o da hərbi sifarişləri yerinə yetirilməsi ilə məşğul idi ki, orada işləyən qeyri-müsəlman işçilərə hərbidən möhlət verilmişdi ki, yəni müharibədə siz orada işləyirsiniz, öz əziyyət çəkirsiniz və s. Məsələn, Hacı Zeynalabdin Tağıyevin toxuculuq fabriki var idi ki, o da müqavilə bağlamışdı, ancaq cəbhə üçün paltarlar tikirdi, yəni döyüşən əsgərlərdən ötürü. Eyni zamanda müharibənin kənd təsərrüfatına təsiri, bəli, bu da vəziyyət acınacaqlı idi. Çünki nədir? Məsəl üçün qoşqu heyvanları vardı, atlar. Onlar müsadirə olunurdu, göndərilirdi ön cəbhəyə. Artıq nədir? İş heyvanları yoxdur. Əkin sahələri azalır. Eyni zamanda vəziyyət pisləşir. Məsəl üçün ali müsəlman təbəqəsi döyüşdədir. Bundan da başqa, məsələn 1915-ci ilin iyun ayının 15-də çar fərman verir ki, arxa cəbhəyə adam lazımdır. Yəni arxa cəbhədə işləmək üçün. Azərbaycanda 50 mindən çox kişi əhalisini aparırlar hara? Arxa cəbhəyə, səfərbərliyə alıb aparırlar. Bu da deyir ki, həmin dövrdə 50 min nəfər elə bir kişi əhalisinin 30% deməkdir. Yerdə kim qalırdı? Qadınlar, qocalar, bir də uşaqlar. Yəni cavanların hamısı ön cəbhədə idi. Bu da gətirib kənd təsərrüfatının zəifləməsinə gətirib çıxarırdı. Eyni zamanda yazmış ki, müharibənin əhalinin güzaranına təsiri. Necə ola bilərdi? Kənd təsərrüfatı batıb, iqtisadiyyat zəifləyib, sənayemiz batıb, əhalinin güzaranı da pis olacaq da. Hər tərəfli pis idi. Məsəl üçün deyirik ki, gətirirdilər bu cəbhə bölgəsində olan qaşqınları yığırdılar Bakıya. Ərzaq malları gəlmirdi, yollar bağlıdır. Heç bir şey yoxdur. Artıq nəyə gətirib çıxardırdı? Ərzaq böhranına gətirib çıxardırdı. Vəziyyət pis idi ki, hətta biz dedik ki, 1916-cı ildə Bakıda ilk dəfə qadınların qiyamı baş verir. Nəyə qarşı idi o? Suni qiymət artımı idi, möhtəkirlik idi. Bizim onu Cənubi Azərbaycanda keçmişdik də Zeynəb Paşa üsyanı ilə, möhtəkirliyə qarşı. Bunlar da möhtəkirliyə qarşı mübarizə aparırlar, üsyan qaldırırlar, bazarları dağıdırlar, nə bilim, ərzaq anbarlarını dağıdırlar. Bir növ maddi zərər vururlar da. Nə onun şəklini bura yadımdan çıxıb yerləşdirməmişəm. Hərəsinin əlində bir balta, qabağına keçənləri dağıdırdılar. Hətta deyirik Bakıya ordu yeridilir. Bunların qiyamı qəddarlıqla yatırıldı. Eyni zamanda burada yazmışıq ki, Cənubi Azərbaycan 1-ci Dünya müharibəsi illərində. Bəli, ümumiyyətcə vəziyyəti gəlir ki, müharibədən əvvəl də Qacarların vəziyyəti yaxşı deyil idi. Bir neçə dövlətin müstəmləkəsi idi. Amma müharibə başlayandan sonra deyir, mən bir tərəfəm, heç kimin tərəfində deyiləm.
Amma buna baxmayaraq o ərazisi döyüş meydanına çevrilmişdir. Məsələn, Şimali Azərbaycanda heç bir döyüşlər olmur 1-ci Dünya müharibəsində. Məsələn, biz deyə bilərik ki, 1912-ci ildə Alman kapitalına məxsus xalça şirkəti açıldı. Harda? Təbrizdə. Hətta orada xalçalar Avropaya, ABŞ-yə ixrac olunurdu. Yenə dediyimiz kimi Qacarlar özünü bir tərəf elan eləyir, deyir mən müharibəyə qoşulmuram. Amma ərazisi nə idi? Müharibə meydanı idi. Məsələn, Osmanlının, Rusiyanın, İngiltərənin qoşunları orada mübarizə aparırdılar. Məsələn, deyirik ki, 1914-cü ilin səhv eləmirəmsə noyabr ayı olmalı idi. Nə oldu? Osmanlı qoşunu daxil olur Cənubi Azərbaycana, Mosuldan Urmiyə qədər, Xoya qədər olan əraziləri ələ keçirir. Yəni demək olar ki, Cənubi Azərbaycanın böyük hissəsini ələ keçirir. Həmin vaxtda ruslar qoşun yeridir və deyirik 1914-cü ilin dekabrından 1915-ci ilin yanvarına qədər məşhur Sarıqamış döyüşü baş verir ki, ruslar burada qələbə qazanırlar, Təbrizi yenidən ələ keçirirlər. Hətta Sarıqamış haqqında danışsaq deyirik Osmanlı qoşunu niyə məğlub oldu? O bir türk tarixçisi var idi, deyir döyüşün taleyini şaxta həll edir. Çünki həmin vaxtı güclü şaxtalı hava var idi ki, Osmanlı ordusunun böyük hissəsi don vurmadan ölür. Eyni zamanda da deyir ki, rusların həm hərbi qüvvəsi çox idi, həm də silahı, artilleriyası çox olduğuna görə Sarıqamış döyüşlərində qələbə çalır və məcbur qalır 1915-ci ilin yanvarında Osmanlı ordusu Cənubi Azərbaycanı tərk eləyir. Aydın oldu mu? Sonra məsələn biz deyə bilərik ki, Qacarlar dövlətinin də vəziyyəti yaxşı deyil idi. Çünki 1917-ci ildə fevral inqilabı baş verir, Rus ordusu tərk eləyir Cənubi Azərbaycanı. Yəni dövlət olasan, içərində bir dənə ermənilərlə aysorlar yığıra, sənin millətini qıra, sən də onlara heç nə eləyə bilməyəsən. Məsələn, deyirik ki, ermənilərlə aysorlar da erməni kimi həmin kökə malik bir xalq idi. Cənubi Azərbaycanda soyqırım törədirlər. Məsələn, onlara ruslar da silah yardımı verirdi, ingilislər də, eyni zamanda mərkəzi hakimiyyət yenə deyirəm, gücsüz olduğuna görə onların soyqırımının qarşısını ala bilmirlər. Ən dəhşətlisi də hansı olur həmin soyqırımın? Urmi bəlası deyirdik də, Urmiyada baş vermişdi 1918-ci ilin martında. Eyni zamanda elə həmin dövrdə Şimali Azərbaycanda da ermənilər soyqırım törədirdilər. 1918-ci mart ayında Urmiyada böyük soyqırım həyata keçirirlər ki, biz də bunu Urmi bəlası adlandırırıq.